Hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biologiya 1-ci hissə yeni nəşr test topusundan. Mövzunun adı toxum, meyvə toxumların yayılması. 41-ci sualla izah edirəm. 41-ci sual deyir ki, sxemdə əsaslanan yanlış ifadələri müəyyən edin. Toxumun 3 xromosom dəstinin malik hissəsi, yəni endosperm. Burada deyir ki, X biçim toxumu A və B hissələrə verilibdir və digər bazı yerlərdə qraflarda verib ki, C, D, E, F. Məlum olur ki, diqqətlə fikir versək, məlum olur ki, B burada toxumun endospermidir, A isə rüşemin hissələridir. Yəni ki, ləpələr də ola bilər. Baxın, hansı yanlışdır. A variantı da deyir ki, B toxumu xarici təsirini qoruyur. B toxumu xarici təsirini qoruyur. Yəni, endosperm qida maddələr daşıyır. Yəni, gələcək bitkinin toxumunun düzəlməsi üçün qida maddələr daşıyır. Bu öz yerində. Həmçinin rüşemin əhatə etdiyinə görə bunu qoruma funksiyası da var. Doğrudur. Keçək B-yə. Endospermdəki qida maddələri B hissəsinə, A hissəsi vasitəsilə keçir. Bu yanlışdır. Nəyə görə? B hissəsinə A hissəsindən keçir? Xeyr. A-dan B-yə keçir. Yanlışdır. B-dən A-ya keçər. Çünki burada B endospermdir, A isə digər hissədir. Yanlış fikir B variantıdır elə. C variantına baxaq. F zigotdan başlanğıc alır. Doğru. Toxumun C, D, E, F hissələri diploid xromosom dəstəsinə malikdir. Rüşemin hissələri olduğu üçün ola bilər. E variantına deyir ki, C toxum qabığıdır. Ola bilər, bəli. Cavab olacaq burada. Yanlış variant kimi B variantı.